Hörmətli izləyicilər, bu videoda mən avtomobilin monitorunda olan menyunun dilini dəyişdirilməsini göstərəcəm. Bununla bağlı izləyicilərim mənə suallar verirlər. Bəzi maşınlar Çindən gələndə menyudakı olan dil dəyişdirilmir, Çin dildə də gəlir və bu isə biraz çətinliklər yaradır. Çünki bizdə Çin dilini bilən bəlkə də nadir insanlar var. Ona görə bunu indi dilin dəyişdirilməsini sizə göstərəcəm. Bu əsas ekranda siz bu avtomobil işarəsini basırsınız və burada D-Link yazılıb. D-Link olan hissədə sonuncu bu menyuya girmək lazımdır. Burada və gördüyünüz kimi burada belə 24-12 yazılan hissənin altında olan menyu. Bu menyu. Burada görürsünüz Çin dili bir də İngilis dili. English. Bunu basandan sonra soldakı bu göy düyməni basmaq lazımdır. Və gördüyünüz kimi artıq dil dəyişdi və İngilis dili seçildi. Yəni burada yalnız İngilis və Çin dili var. İndi bildiyimə görə bəzi proqramçılar buna Rus dilində yazırlar. Lakin bunu əlavə ödənişlə eləyirlər. İndi kimsə istəsə özü müraciət edib Rus dilində bura yazdıra bilər. Hal-hazırda bizdə rəsmi dili olmadığına görə burada nə Rus dili, nə Azərbaycan dili gəlmir. Gələcəkdə ola bilər bu problemlər həll olunacaq. Lakin hal-hazırda ən belə uyğun dil yəni İngilis dilidir. İngilis dilində az-çox yəni bunu başa düşüb işlətmək olar. Bununla bağlı deyəcəm bu qədər. Sağ olun.